Dostlar, məhəbbət də gəlib çatdı. Məhəbbətsə, bugün mənim həqiqətən hədiyyəm var. Sən mənim yanımda əziyyətin çoxdur. Biz aylardır bir yerdə çalışırıq. Aylardır bir yerdə nələrsə eləyirik. Bildim, hədiyyən dedim. Sürpriz eləmək istəyirəm. Doğrudan. Doğrudan da və sənə ipucu deyəcəm. Çünki mən bilirəm sən sarı rəngi çox sevirsən. Və bu qış aylarında o sənə çox kömək olacaq. Onunla çox gözəl kombinlər də eləyəcəksən. Məncə hazırlasansa uzatmadan gedək. Ayağımı yerdən götürəcək. 100%. Buna əmin ol. Məzələm hə. Məncəcə gedək. Gəl. Vay məzələm hə. Yaxşı hə. Eşidirsən mən, tələsmə. Yox, sən məzələm. Doğrudan da, niyə məzələnəm ki? Burada nə var ki? Biz səninlə illərdir çalışırıq. Hə, yaxşı ki, mənim ürəyim patlayır, elə şey olur. Ürəyin zaten partlamayacaq. Mən sənə dediyim kimi keçən ara, doğrudan da bilsən mən çox fikirləşdim. Nə edeyim, necə eləyim, nə tər eləyim. Mən sənə açarı verim, özün aç. Ayda mırtdaşma. Aç. Qoy keçəm otur. Yo. Gözə hədiyyə mən özüm sənə təqdim edeyim. Mən həqiqətən də neçə gündür fikirləşirəm ki, bunu kreativ necə eləyər, necə bəzəyər. Buyur. Bu da sənin həmin o sarı gözəlçən. Məncə hər dostu düşünürsə ona hədiyyə eləməlidir. Ona kreativ hədiyyə eləməlidir məhəbbət. Bax bu səni həqiqətən də bu qış çıxardacaq. Bu nə də? Ayaqların isti olacaq sənin bu qış. Burada da sağ olsun Luxury Box mənə bəzəməkdə kömək elədilər. Öpürəm səni, təbrik edirəm. Hədiyyələrimin davamı gəlsin. Gedə bilərsən. Get giyin ayağı, bomba kimi kombin elə. Dediyim kimi, sən bundan seçiləcəksən. Sən bundan çox uğurlara imza atacaqsan. Qabaqdan qış gəldin, məhfələ savaşı lazım. Oldu məhfəl. Davay, sağ ol. Getdin. Davay.